Hə. Deməli, uşaqlar, kvadrat köklərdən danışanda dedik ki, kvadrat kökləri biz yazırıq bu formada və burada bir kəsr düzəltirik. Burada n kökün dərəcəsidir. Bu formada yazırıq. M də nədir bizim üçün? Ədədin qüvvətidir. İndi burada kəsrin məxrəcində və sürətində nə yazmalıyıq? Ay uşaqlar. Mən burada sizə nə demək istəyirəm? Baxın, n burada dərəcədir. Dərəcəmiz aşağıda yazılacaq. N burada. M ədədin qüvvətidir. Biz bilirik ki, qüvvət deyilən kəmiyyət həmişə yuxarıda yazılar. Bu formada yazırıq. Bunu bizə müxtəlif formalarda verə bilər. İndi məsələn deyək ki, kökün dərəcəsi 2-dir. Əgər kökün dərəcəsi 2-dirsə, bunu bizə demir. Yəni kökün dərəcəsini yazmır. Düzdür, mən yazdım, indi burada göstərmək üçün yazıram. Deyək ki, kök altında 2, bir də yazır 36. Deyir, bunu kökdən çıxart. Kökdən çıxarmaq üçün biz 36-nı hər hansı bir ədədin kvadratı kimi göstəririk. Yəni, 6-nın kvadratı bərabərdir 6 üstündə, indi baxın, kökün dərəcəsi gəldi aşağı, 6-nın üstündə olan 2 qüvvətdir, getdi yuxarı. Oldu 6 üstündə 1, bərabərdir 6-ya. Uşaqlar, əgər dərəcə cütdürsə, yəni biz deyirik ki, əgər n cüt olarsa, o zaman kök 6 ifadənin qiymətləri, yəni A-nın aldığı qiymətlər sıfırdan böyük bərabər olmalıdır. Əks halda kök 6 ifadənin mənası yoxdur. Müəllim, nə deməkdir ki bu? Yəni, ikinci dərəcədən kök altında mənfi 16-nın mənası yoxdur. Niyə? Çünki biz bilirik ki, mənfi 4-ün kvadratı da bizə müsbət 16-nı verir, 4-ün də kvadratı bizə müsbət 16-nı verir. Axı, hər hansı bir ədədin kvadratı bizə mənfini vermir. Yəni, biz mənfiləri cüt sayda bir-birinə vuranda cavab müsbət çıxır, mənfi çıxmır. Amma əgər n tək olarsa, yəni o zaman mənfi də ola bilər, müsbət də ola bilər. Aydın oldu, bu formanı ödəyə bilər. Məsəl üçün, kub kök altında mənfi 27-nin mənası var. Bəzən şagirdlər elə anlayırlar ki, kök görən kimi kök altı ifadənin mənası o zaman olmur ki, kök altına mənfi olsun. Yəni, mənfiləri çıxardırlar ki, müəllim, bunun mənası yoxdur. Amma diqqətli olun, dərəcəniz təkdirsə, icazə var. Yəni, mənfi 3-ün kubu kimi düşünə bilərsiniz, uşaqlar. Mənfi 3-ün kubu, yəni mənfi 3, vurulsun mənfi 3, vurulsun mənfi 3 kimi oxuyuruq biz bunu, tamam mı? Mənfi 3-ü 3-ə vuranda eləyəcək müsbət 9, müsbət 9-u mənfiyə vuranda eləyəcək mənfi 27. Nəticəni aldıq, düzdürmü? Hər hansı bir səhvliyi burada müşahidə etmədik. Ona görə də biz avtomatik deyirik ki, əgər n, yəni dərəcəmiz cüt olarsa, kök 6 ifadə sıfırdan böyük bərabər olur, n tək olarsa müsbət də olar, mənfi də olar. Və uşaqlar, yadda saxlayın, əgər dərəcəniz cütdürsə, kök 6 ifadəni yazanda onun ən kiçik qiyməti 0 olmuş olacaq. Aydın oldu, yəni A-nın ən kiçik qiyməti 0-da olacaq. Və ondan böyük, yəni 0-dan kiçik qiyməti ala bilməz. Yaxşı, bura qədər hər şey aydındır. Müəllim, bir dənə birisi mənə çatmadı. Mənfi Buyur. 27-dən nə çıxır kök? Bax, əgər 3-cü dərəcədən biz kök altında yazmışıqsa, bu formada, deməli bu olacaq. Mənfi 27-ni yazacağam bu formada. Mənfi 3-ün kubu kimi. Dərəcəni də yazıram 3, bərabərdir, mənfi 3. Kökün dərəcəsi gedir aşağı, ədədin qüvvəti yuxarıda. Mənfi 3 üstündə 1, o da eləyəcək mənfi 3. Aydın oldu. Müəllim, indi Çünki dərəcə burada təkdə axı, dərəcə... Aha. mənfini qabağa atdıq ki, müsbət eləsin də kök altdan mənfi çıxmasın deyə, yoxsa elə özü tək Yox, yox, olanda o tema deyil. Yox, o tema deyil. Dərəcə tək olduğuna görə, bax bir daha deyirəm, tək olanda biz bunları bu formada yaza bilirik, heç bir problemsiz. Çünki mənfi ədədin tək qüvvəti zaten bizə mənfini verir. Amma cüt ədədin qüvvəti bizə axı mənfini vermir. Məsəl üçün, deyək ki, mənfi ədədin cüt qüvvəti, məsəl üçün, mənfi 2 üzərində 4. Bunun cavabı müsbət 16 edir. Axı, mənfi 16 eləmir. nə Amma bilim. mənfi 2 üstündə 5, mənfini tək sayda bir-birinə vuranda mənfi edir. Yəni, bu mənfi 32 cavabını ala bilirik.
Aydın oldu. Bəli, müəllim, bildim. Tamam, davam edə bilərəm. Bəli, bəli. Ay, sağ olun. Və uşaqlar, yadda saxlayın. Məsəl üçün, kök 6 36 bərabərdir. Mənfi 6 yazsa, bu düzdür yoxsa səhvdir? Səhvdir müəllim. Baxır şərtə. Düzdür müəllim məncə. Dərəcəmiz cütdür. Baxın, əgər bura heç nə yazmamışamsa, Murad, onda burada dərəcə 2-dir. Yəni dərəcəmiz cütdür. Aydındır? Ona görə də cüt dərəcədən mənfi çıxa bilməz. Bunun üstünə xətt çəkəcəyik. Kök altında 25 bərabərdir mənfi 5. Düzdürmü? Səhvdir. Bəli, Səhvdir. avtomatik olaraq səhvdir. Çünki dərəcə burada 2-dir. 2-ni yazmırlar. Ondan da mənfi çıxa bilməz. Tamam mı? Aha. Burada indi uşaqlar. Buranı mən təmizləyəcəm. Əgər sualınız yoxdursa, var sual. Xeyr müəllim. Tamam, sual yoxdursa. İndi uşaqlar bir də bunun belə bir formaları var. Məsəl üçün deyir ki, kök altında mənfi 8-in kvadratı. Bunun sizcə mənası var yoxsa yox? -8-in kvadratı xeyr yoxdur. Olacaq Niyə mənası. müəllim? Çünki burada kök altında bu mötərizə həm mənfiyə aiddir, həm də 8-in özünə. Mənfi 8-in kvadratı müsbət 64-ü verir bizə. Ayda həqiqi. 64-dən də kök çıxır 8. Aydın oldu? Bildim müəllim. Bu formada yazırsınız. Bir də uşaqlar, indi bir şey yadda saxlayın. Əslində bunu belə yazmalıyıq, elmi formada yazsaq. Bax, -8-in kvadratı uşaqlar. Burada bunun dərəcəsi ilə kökün dərəcəsi 2-dir deyənə, bunlar bir-birinə aparır. Kök gedir, qalır modulda -8. Ondan da 8 çıxır. Yəni bunu belə yazmalıyıq. Əsl qaydası belədir uşaqlar. Yəni modulla çıxartmalısan. Yəni cüt dərəcə olanda modulla mütləq istifadə etmək lazımdır, mütləq şəkildə. Çünki indi birazdan deyəcəyim suallarda bu bizə böyük lazım olacaq. Hə, uşaqlar, indi gəldik. Kök altından çıxa bilən ədədlər var, çıxa bilməyən ədədlər var. Buna görə ədədlər iki qrupa bölünür. Rasionallar, İrrasional. ASO, bir də var irrasional ədədlər. Müəllim, bunlar birləşik ədədlər mənə gətirir də. Bəli, bəli. Rasional bir də irrasional. Məsəl üçün deyirəm ki, kök altında uşaqlar 5. Bunu bu tərəfdən yazaq. Kök altında 5-dən hər hansı bir kök çıxacaq. Yəni Hayır, kök altında irrasional ədəddir. bəli, çıxa bilmir də. Yəni yuvarlaq bir rəqəm çıxacaq burada. Ona görə bu gedir irrasionala, tam çıxmır. Deyirəm ki, kök altında 81. Rasional Rasional. rasionaldır. Bəli, rasionaldır. Çünki buradan çıxan kök 9-dur. 81 9-un kvadratıdır. Tamam, bunu ayırt edə bildik. Dəfə Daha bir digərlərini də zaman var. skip etdim. Necə buyur? Pi bəs. Hı. Nə? Pi. O irrasionaldır. Pi-nin özü irrasional ədəddir. Hə, bildim müəllim. Hı -hı. Bu formada yazırıq. Məsəl üçün, bax, onu bəzən qarışdırırlar ki, müəllim, rasional, irrasional biz necə fərqləndirək? Əgər dövrü aldığın bir kəsirdə, dövr, məsəl üçün, pi-də bu belə gedir, 3,14 və təkrarsız rəqəmlər davam edir. Yəni, dövr bitmir də, bildin necə? 3,14 gedir və təkrarlanan bir rəqəm yoxdur ki, məsəl üçün, belə olsaydı, pi bərabərdir 3,14. Məsəl üçün 7, təzədən 14, 7, 14, 7. Belə bir şey olsuz deyərdik ki, bu rasionaldır. Amma burada düzənsiz, nizamsız bir rəqəmlər toplusu görürük. Ona görə o irrasionaldır. Aydın oldu? Bəli müəllim. Eyler ədədidir falandır. Yəni bunlar yadda saxlayın. İrrasional ədədlər olmuş olacaq. Deməli uşaqlar, dedik ki, cüt dərəcədən moduldan çıxardanda biz ədədləri necə çıxardırıq? Daha doğrusu cüt dərəcədən kökdən çıxardanda, məsəl üçün 6, x üstündə 6. Çıxardanda birinci bunu harada çıxartmalıyam? Modulda. Tamam mı? Modulla çıxardırıq. İndi gəldik bu Nəsiminin dediyi suallara. Deyir ki, məsəl üçün x sıfırdan kiçik olarsa, modulda
6 x üstündə 6. Bundan deyir nə çıxar? Uşaqlar, bu 6 ilə kökün dərəcəsi gedir, kökü aparır. Yerdə qalır modulda x. Və biz bu modulda x-dan artıq mənfi x atırıq çölə. Niyə? Çünki x-in içərisində bir mənfi var. Şərtdə özü bizə verir. Yəni bunun içərisində bir mənfi gizlənir. Biz də özümüzdən bir dənə mənfi qabağına atırıq ki, bu nə olsun uşaqlar? Müsbət olmuş olsun. Tamam mı? Mən dediyim bu yolla yadda saxlayın. Məsəl üçün deyir ki, A-nın qiyməti 0-dan kiçikdir. 4-cü dərəcədən kök altında A üstündə 4-dən nə çıxar? Topuldu ilk suallar buradan başlayır. Yadda saxlayın uşaqlar. Birinci cüt dərəcə verdiyinə görə bunu siz modulda çıxardırsınız. Belə bu formada. 4 ilə 4 gedir və A-nın qiyməti 0-dan kiçik olduğundan moduldan mənfi çıxır. Bu formada. Əslində modulda müsbət çıxıb. Sadəcə bunun içində bir mənfisi var. Biz də özümüzdə mənfi atmışıq qabağına. Tamam mı? Aydındır. Bəli. Mənim bir dənə sual versəm olar. Buyur. Tutaq ki, indi orada bizə deyir ki, A sıfırdan kiçikdir. Özü, məsələn, elə bir sual verə bilər ki, kökün altı da mənfi A-dır. Məsəl üçün A sıfırdan kiçikdir bu formada. Cüt dərəcədən mənfi A-dır. Belə Belədirsə deyirsən. mənfi elə, hə. Burada baxır A-nın mənfi A-nın qüvvətinə. Mənfi A-nın qüvvətinə baxır burada. Əgər burada A-nın özünü tək salsa, təbii ki, mənası olmayacaq. Amma cüt qüvvətlə versə, məsəl üçün ikinci qüvvətlə, bəli, onda mənası olacaq. Çünki zaten A-nın özü axı mənfidir. Qabağında bir dənə də mənfisi var burada. Aydın oldu. Amma tək qüvvətlə versə, yox, mənası olmayacaq tək qüvvətlə verəndə. Yəni burada əgər mənfi A yazıbsa və A sıfırdan balacasə, demək ki, yəni burada məntiqi səhv yoxdur. Yəni istənilən halda mənfi balaca olacaq da. Belə bir sual düşə bilər. Yəni, baxın uşaqlar, A sıfırdan kiçikdir verirsə, bu formada belə bir ifadə verəcəksə, onda yadda saxlayın, A sıfırdan kiçikdir. Kök altında mənfi A-nın kvadratı. Burada 2 ilə bu gedəcək, düzdür? Modulda burada olacaq mənfi A. Bu zaten A-nın özü sıfırdan kiçikdir. Onda burada müsbət hakim çıxacaq bu. Aydın oldu? Belə. Çünki bunun Onda özünün qarşısına bir də mənfi atmağa ehtiyac yoxdur da. yox. Çünki zaten içərisində bir mənfi var. Sən də bura bir dənə mənfi atmısan da, bunun Bildim, içərisində burada mənfisi var. Aydın oldu? Gəldən burada dərəcədən şunu çox şeylər asılıdır. Dərəcəyə fikir vermək lazımdır. Yaxşı, indi tutaq ki, bizə belə bir sual verir. Deyir ki, M sıfırdan kiçik olarsa, o zaman 5-ci dərəcədən M üstündə 5 çıxılsın 4-cü dərəcədən M üstündə 4. İfadəsini deyir ki, sadələşdirin. İndi uşaqlar, M sıfırdan kiçikdir deyir. İfadəsində deyir, sadələşdirmək lazımdır. Bu formada sadələşdirəcəyik. Biz dedik ki, əgər dərəcəmiz təkdirsə, heç bir problem yoxdur. Qüvvətlər gedir, yerdə qalır M-in özü. Всё, vardı, getdi. İndi gəlin, 4-cü dərəcədən kök altında M üstündə 4. Buna fikir verək. Bu, təbii ki, birinci modulda çıxacaq. Və təbii ki, 4-lər gedəndən sonra bu axı sıfırdan kiçikdir. O zaman burada mənfi M kimi çıxacaq. Aydındır? Çıxılsın mənfi M. Müəllim, onda tək dərəcə olanda qarşısına mənfi atmırıq da, belə çıxır. Yox, tək dərəcə olanda heç nə mənfi, nə müsbət, heç nə atmırıq. Olduğu kimi çölə çıxır. Bildim müəllim. Çünki bir dedim də, yəni mənfi deməli, ədədlərdə cüt dərəcədən ifadənin mənası var. Amma cüt dərəcələrdə ifadənin mənası yoxdur, tamam mı? Bəli, bildim. O formada yazmış oluruq. Murad, aydındır, Elmir. Aydındır. Bəli, mənim dəftərə yazılmır. Əla, əla. Uşaqlar, bax siz də elə baxa-baxa öz qeydlərinizi götürün ki, sonra sizə çətin gəlməsin. İndi bəzi düsturlar var köklər üçün. Deyir ki, əgər A sıfırdan böyükdürsə,
B sıfırdan böyükdürsə, o zaman n-ci dərəcədən kök altında A vurulsun B bərabər. Siz bunu belə yaza bilərsiniz. Köklərə parçalaya bilərsən. N-ci dərəcədən kök altında A vurulsun n-ci dərəcədən kök altında B. Belə yaza bilərsən. Bölmədə də həmin qaydadır. Yadımıza gəlir, qüvvəti yüksəltmə əməlləri var idi. Həqiqətlərdə biz onları keçmişdik. Bərabərdir. N-ci dərəcədən kök altında A bölünsün n-ci dərəcədən kök altında B. Bu formada yazmaq olar. Sonra deyək ki, n-ci dərəcədən kök altında A üstündə M üzərində 1 olsun qüvvətimiz, bir D qüvvəti var. O zaman kök qalır belə bu formada. A üstündə M vurulsun D kimi sən bunu yaza bilərsən. Buna sənin icazən var. Aydındır. Belə yaza Bəli, sonra bilərsən. onu n böl m vur d kimi yazırıq. Yəni bunu açanda, məsəl üçün bax bu ifadəni açanda belə yazırıq da A M çıxır yuxarı, N düşür aşağı, düzdürmü? Bəli, Vurulsun D kimi oxuruq da biz bunu. bəli. İndi buradan da mötərizəni açanda M vurulsun D Bölün. bölünsün N olur da. Bildim müəllim. İndi bunu da bax kökdən çıxardanda A üstündə kökün dərəcəsini o dəqiqə verirsən aşağı, N gəldi aşağı, yuxarıda da N vurulsun D. Gördün, eyni şeydir hər ikisində. Bildim müəllim. Ya kökdən çıxart D-yi yüksəlt, ya da promoy düsturla get belə yaz. Sənin üçün hansı rahatdır, ona gedə bilərsən. Sonra uşaqlar kökün dərəcəsini eyni anda, yəni məsəl üçün n 2-yə vurursan da o zaman m 2-yə vurulmalıdır. Məsəl üçün n 2-yə böləndə m 2-yə, yəni bunlar eyni anda baş verməlidir, tamam mı? Necə ki biz kəsrin sürət məxrəci üçün kəsrin əsas xassəsi qaydasını demişdik. O qayda məhz burada keçərlidir. Aydın oldu? Bəli, müəllim. Hə, indi müsbət mənfini tam qavrayasınız deyənə mən bir dənə də belə bir sual verməyi istəyirəm sizə, əfəndilər. Deməli, deyək ki, bizə belə bir sual verir. Deyir ki, m sıfırdan kiçik olarsa, bu zaman 6-cı dərəcədən kök altında m üstündə 8 nəyə bərabərdir? Belə bir sual verir. O zaman biz bu sualı yazanda 6 m üstündə nə müəllim? yazmışam da 6-cı dərəcədən m üstündə 8. Hə, bildim. İndi dərəcəni saxlayırıq. 6 olduğu kimi qalır. Uşaqlar, m üstü 8-i mən belə yaza bilərəmmi? Parçalayıram. M üstü 6 bıraq, m üstü 2 kimi. Çünki biz əsaslar keçmişdik də sizinlə. Əsaslar eynidir. Qüvvətlər də 6-dan 2-dir. Sonuçda 8 olmur toplayanda. 6-dan 2-ni. Qaydamızı ödədik, gördünüzmü? Ona görə mən bunu belə yaza bilərəm. M üstündə deməli 6 vurulsun m-in kvadratı kimi yaza bilərəm. Belə. Gördünüz? Yazdım belə. Burayı da hər aydındır. Bəli, müəllim. Bəli, müəllim. İndi uşaqlar, bunları tək-tək gəlin kökün altına salaq. 6-cı dərəcədən kök altında m üstündə 6 vurulsun. 6-cı dərəcədən kök altında m-in kvadratı. Bəli, bəli. Uşaqlar, burada 6-lar gedəcək və m sıfırda kiçik şərti verib bizə gördüyünüz kimi. Mən bir dənə qələmin rəngini dəyişim. Eyni qələmlə yazırıq bayaqda. Bunlar qarışmasınlar bir-birlərinə. Burada m-in qiyməti sıfırdan kiçikdir. Ona görə də biz cüt qüvvətdən çıxanda birinci moduldan çıxırıq. Birbaşa çıxmağa icazə vermir bizə. Vurulsun. Burada 2 ilə 6 ixtisar gedir. Yəni 6-cı dərəcədən m-in kvadratı, uşaqlar, 2 ilə 6 ixtisar getsə, yəni bu kök altında m-in kubu deməkdir. 3-cü dərəcədən, daha doğrusu m deməkdir də. Düzdürmü? Mən bunu belə yaza bilərəm. Baxın, 2 ilə 6 ixtisar getdi. Bura 1, bura 3 düşür də. Hər ikisini eyni bir ədədə bölə bilərəm də. O xassdən istifadə elədim də. Vurulsun kub kök altında m.
Bunu da belə yazıram. İndi mən zaten demir m sıfırdan kiçikdir. M-in üzərində tək qüvvətdir axı. Ona görə elə yazıram promoy m. Bir daha deyirəm, tək dərəcədən uşaqlar kök altında mənfini görə bilərsiniz. 3 təkdir axı. Ona görə mənfini rahatlıqla yaza bilərsən bura. Bərabərdir. İndi gəlin bu modulu açaq. Uşaqlar, modul hardan gəldi? Cüt qüvvətdən gəlməyib bura modulumuz. Cüt qüvvətdən gəlibsə, onda biz bilirik axı modulda mənfi çıxmaz. Ona görə bir dənə mənfi atırıq qabağına. Özünün çünki içərisində bir mənfisi var. Aydın oldu. Burasının kub kök altında mənfi m. Bu cürəndə qalır ifadə. Çünki mənfi m heç nə çıxmır axı kökdən. Vəcd olaraq qalacaq kökün altında. Fisyo. Aydın oldu. Hissə gəldim buraya qədər. Bəli. Mən bir dənə sual versəm olar. Buyur. O yazmış sizə orada 3-cü dərəcədən mənfi m kök altda. Hı. Orada tutaq ki, mənfi m-in üstündə də 3 var. Onda nə çıxacaqdı? M çıxacaqdı yəqin ki. Mənfi m üstündə burada 3 var. Bəli, belə. Mənfi m-in özü çıxacaqdı. 3-lər gedəcəkdi. Mənfi m olduğu kimi çıxacaqdı. Ha, elə Tək belə. qüvvətlərdə onlar üçün yaşıl işıqdır. Mənfidirsə mənfi, müsbətsə müsbət kimi çıxır. Bir Hə, dənə o bu bir dənə şey cütlərdə də olur müəllim. Bildim, bir dənə cütdə olur. hə, bir dənə cüt qüvvətlərdə qabağa bir dənə mənfi atırsan özündən ki, cavab müsbət gəlsin. Aydındır? Bəli. Hı. Aydınsa o zaman gəlin davam edək. Uşaqlar, məxrəclərin irrasionalda hazır edilməsi var. Onun üçün siz bəzi ifadələrin qoşmalarını bilməlisiniz. Qoşmalarla çıxışlar var. Onları bilmək lazımdır. Amma mən istəyirəm ki, bir dənə də buna aid bir suala baxaq. Ondan sonra yavaş-yavaş həm praktik eləyəcəyik misalları. Deyir ki, x sıfırdan kiçik olarsa, x sıfır olsun, 4-cü dərəcədən kök altında x-in kvadratı. Nəsim bir dənə xahişim olacaq, xahiş edirəm. Dərs bitən kimi mənə qayda göndər ki, mən onu tez bazar yayıma verə bilim. Baş üstə müəllim. Başın var olsun. Çünki mən sabah işləyəm, heç cür mən onu yayıma verə bilmirəm. Biri gündə gələndə səhər tezdən başlayıram dərslərim. O mümkün olmur ki, gün ərzində yayıma vermək məsələsi alınmır. Ona görə indi bir dəqiqə vaxtım var. Bildim mən. Müəllim, bunun cavabı kök altında x eləyir. Kök altında x yox. Kök altında x eləməyəcək. Baxın uşaqlar, bizə deyir ki, vurğu kök içərisindən daxil edin. Bu şərti tam yazın. Vurğu. Yəni bu x-i içəri salmaq lazımdır. Başqa sözlə belə deyək. Vurğu kök işarəsi daxilinə salın. x2 x kvadrat eləmir bu mənim. Daxilinə salın. Yox, uşaqlar. Dərəcə ilə salacaqsınız. Kökün altına dərəcə ilə girəcək. İndi baxın uşaqlar. Axı x-in öz real qiyməti sıfırdan kiçikdir, düzdür? Bəli. Mən bunu kökün altına salanda dərəcəni yazıram bura. 4-cü dərəcənə. Onun mənfisini qabağa verirəm. Deyirəm, mənfini at çölə, sonra gəl gir içəri. Aydın oldu. Çünki dərəcəmiz cütdür. Cüt dərəcə içəridə mənfini qəbul eləmir. X-in də öz real qiyməti sıfırdan kiçikdir. Yəni, içində bir mənfisi var. Mənfini çölə qusur, sonra keçir içəri. Aydındır. İndi içəri keçəndə ona bir dənə söz deyilir. Deyir ki, sən buranın qayda qanununa riayət eləməlisən. Yəni, kökün dərəcəsi 4-dürsə, sən də deməli, nə eləməlisən? 4-cü dərəcə ilə bura gəlməlisən. Yazdıq. Vurulsun x-in kvadratda bizim özümüzdə var. Fisyo. Mən bu bir qaydadır Bərabər. yəqin ki. Bəli. Bərabərdir 4-cü dərəcədən kök altında x-in üzərinə 4 ilə 2 toplanacaq, olacaq 6. Aydın oldu. Uzaq başı bunu dirəşib belə yaza bilərsiniz. Bunları ixtisar apararaq mənfi deməli kök altında x-in kubu kimi yaza bilərsiniz. İkinci dərəcə olanda daha bura 2 yazmırlar da. Bilirsiniz ki, 2 qaldı burada. Aydın oldu. Bir daha deyirəm, siz əgər mənfi bir ifadəni kökün altına salırsınızsa uşaqlar, onun mənfisini çölə verin. Qalan hər şey bildiyiniz kimi gedir.
Məsəl üçün deyirəm ki, 3-ü salmalıyım kök altına. 4-cü dərəcədən kök altına salmalıyam bu formada. Bura gətirməliyəm. Yəqin ki, Deyir üstündə ki, 4 yazılar. bəli, deyir, sən deyir, bura gələndə 3-ün üzərində deyir, mütləq 4-ü verməlisən. 81. Bu formada içəri girməlidir. Aydındır. Məsəl üçün, deyək ki, 3-ü kök altına salmaq istəyirik. Cüt dərəcədən, ikinci dərəcədən kök altına salmaq istəyirik. Onda bu 3 9. bura gələndə üzərində 2 yazılacaq. Aydındır. Bu qaydalarla Bəli, tanış müəllim. olduq. Tam aydın oldu mu sizə? Müəllim, bir dənə tutaq ki, Bəli. burada 3-ü cüt dərəcə 2-dən olanda məsələn 9 eləyir, 3 çıxır da ondan. Tutaq ki, indi orada yuxarıda yazmışsa 4-cü dərəcədən 3 üstündə 4. O eləyir 81 də. Müəllim, Orada nə aydındır, çıxır müəllim. bəs? Burada 3 üstdən 4 zaten Hə, 81 edir. bildim Bu 4 müəllim. ilə bu 4 gedir kökə aparır, qalır 3-ün özü. Və Hə, yaxud da burada bildim. 2 ilə bu 2 kökün özünə aparır, qalır 3-ün özü. Bildim müəllim. 81 burada da. Müəllim, mənə aydındır, müəllim. Bildim Əla, müəllim. əla. Aydınsa çox gözəl. Aydın oldu, müəllim. Lap yaxşı, Allah, lap yaxşı. İndi uşaqlar, belə bir qayda var. Deyir ki, kök altında son zamanlar imtahanlarda belə suallara rast gəlinir. Son zaman dərkən, yəni artıq biz bu sualları görürük. 56 üstə gəlsin kök altında 56. Bu tip suallar necə həll olunur? Ən çox sınaq imtahanlarında rast gəldiyimiz sual tipləridir. Burada deyir ki, uşaqlar, 56-nı sən 2 dənə vurğa ayırırsan. Biri 7, biri də 8. 7 vur 8, 56 eləmir. Bəli. 2 rəqəmli ədəd formatında ayırırsan. Üstəgəl olanda uşaqlar bunlardan ən böyüyünü götürürsən. Yəni bunun cavabı eləyir 8. Qayda belədir. Amma əgər burada bunun çıxması olsaydı, minus olsaydı, yəni çıxma olsaydı, çıxma olsaydı, o zaman kiçiyini götürəcəkdin. Çıxma olsa, o zaman cavab 7 olacaqdı. Aydındır? Müəllim, bunu 14 vur 4 kimi də yaza bilərdik də. Biz ardıcıl, yəni burada 2 ardıcıl gələn ədəd formatında yazırıq. Dedim axı, ardıcıl gələn formada yazmalıyıq. Necə gəldi, yazmaq olmaz. Hə, müəllim. Ardıcıl ədədlərin hasili kimi göstəririk biz bunu. Onlardan ən böyüyü toplamasının cavabı olur, ən kiçiyi çıxmasının cavabı olur. Aydın oldu? Bu dərsimizin Bəli, müəllim. part 1 hissəsi. Kaydı saxlayaq. Rekordu saxlayaq, zəhmət olmasa.